Investaz İnvestisiya şirkəti sizi salamlayır. Bazar ertəsi Filadelfiyada çıxış edən ABŞ Federal Ehtiyat Sisteminin sədri Janet Yellen mərhələli faiz artımı haqqında danışsa da, dəqiq vaxtı haqqında məlumat verməyib. Amerika bazarlarında isə Janet Yellen çıxışından sonra güclü hərəkətlilik də müşahidə olunmayıb. Avron dollara nisbətən qiyməti isə cari həftənin əvvəlindən etibarən bahalaşmasını davam etdirir. Qiymətin isə 1 dollar 14.50, 1 dollar 15-30 sent səviyyələrinə kimi bahalaşması da proqnozlaşdırılır. Əks təqdirdə, əgər qiymət 1 dollar 13 sent səviyyəsini aşağı istiqamətdə qırarsa, yenidən eniş trendini bərpa edə bilər. Eyni zamanda bugün Avrozonanın birinci rubl üzrə iqtisadi inkişaf göstəricisi və Almaniyanın sənaye istehsalı ilə bağlı məlumatlar açıqlansa da, avron qiymətinə güclü təsir edəcəyi də gözlənilmir. Böyük Britaniyada aparılan sonuncu sorğuların nəticələrinə görə isə Brexit tərəfdarlarının artdığı müşahidə edilir. Nəticədə isə Böyük Britaniya funt sterlingi son 3 həftənin minimum səviyyəsinə kimi ucuzlaşmışdır. Böyük Britaniya funt sterlinginin ABŞ dollarına nisbətən qiyməti 1 dollar 47-74 sent səviyyəsi altında qaldıqca daha da ucuzlaşa bilər. Günün davamı olaraq isə Kanadanın istehsal sektoruna biznes aktivliyi indeksinin yayımlanması, bu indeksin isə may ayı ərzində azaldığı proqnozlaşdırılır. ABŞ dollarının Kanada dollarına nisbətən qiyməti keçən həftənin cümə günündən etibarən başlatdığı ucuzlaşmanın cari həftənin ərzində də davam etdirir. Qiymətlərin isə 1 dollar 27 sent, 1 dollar 26 sentə kimi davam edə bilər. Əks təqdirdə, əgər qiymət 1 dollar 29 senti üzərində möhkəmlənərsə, 1 dollar 30, 1 dollar 32 sent səviyyələrinə kimi bahalaşa bilər. Qeyd etmək lazımdır ki, enerji bazarlarında neft qiymətlərinin də bahalaşması Kanada dollarının bahalaşmasına da müsbət təsir edir. Investaz İnvestisiya şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.